Ağdam sakini Hüseynova Ceyran qarşılaşdığı haqsızlıqla bağlı Media TV və Azmedia qrupuna müraciət edərək səsini prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Şikayətçi xəstəliyinə görə əlillik dərəcəsinin yenidən təyin edilməsini və həkim müayinəsi zamanı yol verilən qanunsuzluqların aradan qaldırılmasını tələb edir. Mən Ağdam rayon sakini Hüseynova Ceyran Rəhim qızı müraciət edirəm prezidentimizə, hörmətli prezidentimizə, xanım Mehriban xanıma, sizə qurban olum. Mən ikinci qrup əlilliydim. Mənim ikinci qrup əlilliyimi o biri keçmiş bitekdə kəsdilər, elədilər üçüncü qrup. Heç bir yerdə yoxlamadan eləmədilər, məni saldılar ikinci qruba, üçüncü qruba, 2-dən 3-ə saldılar. İndi də üçüncü qrubumu kəsiblər. 93-94 müharibəsində mənim başıma Tərtər rayonu Hacı Qərbət kəndində ora mərmi düşmə səbəbindən mənim də başım zərbə alıb. Bugün əsərdə düşmüşəm, sizə qurban olum. 12 il yarım idi mən əlilliyimdə pensiya alırdım. Hökumətdən dərmanlarımı alırdım, o dərmanlarıma haqqında biraz sərbəst oluram. Dərmanlarımı 2 ayda kəsiblər, əlilliyimi dayandırıb pensiyamı da kəsiblər. Bəs məni müayinə eləmədən, bir xəbərdarlıq eləmədən, heç nədən mən çağırıb, heç yerdə müayinədən keçməyiblər. Elə telefonuma gəlib ki, əlilliyim dayandırıldı, sənə stop verildi, qutardı, getdi. Bəs sizə qurban olum. Mənim 12 yaşında, 15 yaşında bir qızım var, 8-ci sinifə gedir. 4 ayda köçmüş Ağdam rayonuna, o 4 ayın bir ayını normal uşaq məktəbə getməyib, soruşa da bilərsiniz, bir nömrəli məktəbdir. Oradan xəbərdarlıq da götürə bilərsiniz ki, bu uşaq neçə dəfə 4 ayda məktəbə gəlir. Yoksa mənim bax, bu uşum gedir, özümü itirirəm, ürəyim gedir, çıxıram balkona, uşaq gəlir dalımca yanımda durur, aman buradan düşəcək, özüm atacaq, iş gedir. Yolda gəlirəm, bir işim dalınca gedən uşum gedir, yarı yolda düşüb qalmam düzün ortasında. O uşaq məni həbir, o uşaq məni idarə edir. Sizə qurban olam, çox-çox xahiş edirəm prezidentimizdən, nazirlərimizdən, məni müayinə eləsinlər, məni müayinədən keçirib mənim əlilliyimi bərpa eləsinlər. Mənim yoldaşım rəhmətə gedir, bir o uşaqda, bir mənə baxan yoxdur, aparıb gətirən yoxdur. O uşaqda körpə 15 yaşı var, eli qolumdan tutur, nə bilim, biraz yorulur, biraz evdə qoyuram, biraz özümdən götürürəm. Yolda ürəyim gedir, sakinlər, mənə kömək edin yolun sakinləri, sizə qurban olum. Mənə sual verirlər, nə geçsən bu halıqla? Deyirəm, işlərimin dalınca gedirəm. Mən yazıram, gitməm, mən bugünə niyə salırsınız? Məndən nə istəyirlər? Az təminatda ailəyəm, ürəyim keçir. Qonşuları mənə köməkli edir. Gəlib xəbərdə tuta bilərsiniz, yoxlayış eləyə bilərsiniz. Mən heç nəyi özümdən gizləmirəm, özümdən danışmıram. Qurban olum sizə. Çox-çox xahiş edirəm, mənə köməklik göstərəsiniz.